Ki müvakkatidir. Manevi lezzet insanda büyük tasir. Ariflerin biridir. Deyir ki insanlar, şahlar eğer bilseydiler ki manevi alam ne güzel alamdır. Eğer şahlar, var dövlət sahibləri bilseydiler ki manevi alam ne güzel alamdır. Onlar deyir var dövlətlərin koyardılar bir kenara, qoşulardılar maneviyat alıcı giden insanlara qoşulardılar. Manevi alam güzel bir alam. Manevi alamın da ki insan ruhunun gıdasıdır ki manevi alam. İnsanın daxilində ruh var da. Ruh da səndə müvakkati bir dənə sakin. Cisim ruh. İbadet, itaat, bu orucluq, Ramazan ayı, Allah'ın əmrinin hamısından neyirsən? Ruhuna xidmət edirsən. Bu ariflərdən biri Hafız Şirazinin bir güzel beytində var. Deyir, ey bülbül şeyda, ne giriftar kafassan, ey bülbül şeyda, ne giriftar kafassan, sındır kafası, taze gülistan talep eyler. İnsan ruhu belədir da. İnsan ruhu, Allah bu formada insan ruhunu ki, xalq edib Allah'tandır da ruh. Ruh Allah'tandır. İnsanın bədənindən çıxandan sonra cisim torpağa taşırılır, ruh isə əbədi yaşar. Hemen bu ruhun da Allah kanunlar koyuyor, insan ruhu xidmət edirsin. Ruh da istəyir ki, təzə bir şeyler, manevi bir şeyler onda neydir? Görsən, inkişafa tərəf geçsin, təkamüllüğe tərəf geçsin. Yani Allah əmrləri insanın təkamüllüğe aparır, inkişafa aparır, ucalığa aparır. Ramazan ayı, ayın ayıdır. O ayın adı Ramazan, 9. aydır. Yandırıcı manasında. Ve Araplar siyam deyirlər, oruca deyirlər siyam. Siyam manası çəkinmək demək. Günahlardan çəkinmək. Ya eyyuhellezine amanu kutubu aleykumus siyam kama kutubu alellezine min qablikum leallakum tattaqun. O siyam adını çəkir. Çəkinmək. Azərbaycan dilində nə deyirlər buna? Oruc. Bu oruc sözü də Arap sözüdür. Oruç sözü Arap sözüdür. Qalxmaq manasındadır. Meyrac, uruc. Bunlar hamısı qalxmaq manasındadır. Allah Quran-ı Kerimdə buyurur. Ya eyyuhellezine amanu kutubu aleykumus siyam. Muhammed ve Ali Muhammed'e bir dənə salavat edin. Allahümme salli ala Muhammed. Allah buyurur. Ali Muhammed. Ey iman getiren şahslar. Ya eyyuhellezine amanu. Bu Bəqərə surasında orucluq haqqında birinci aydır. Bundan sonra gəlir. Ey iman getiren şahslar, kutubu aleykumus siyam. Orucluq sizler için yazıldı. Feilin maful forması. Kutuba məchul değil, maful ise katabadır. Kutuba sizler için yazıldı. İkinci manası nedir? Vacib oldu. Orucluq sizlere vacib oldu. Kama kutuba alellezine min qablikum. Sizlerden qabaq insanlara, peygamberlere vacip olduğu kimi size vacip olur. Yine bir tane araştırayım. Göre peygamberlerin dövründe de oruculuk olur, ne formada olur, ne tarzda olur. Adam peygamber de oruçlu. Dünya cennetinden ki Allah bunları çıkadandan sonra Adam'la Havva'nı bunlar neylediler? 40 gün oruç tuttular. Adam peygamber 40 gün oruç tuttu. Musa peygamber hakkında Kur'an-ı Kerim'de var. Allah Tebareke ve Teala Tur-i Sina'da Musa peygambere buyurdu. Ya Musa 30 gün oruçtu. Musa peygamber 30 gün oruçtu. Allah dedi ya Musa 30'un üstüne 10 gün de ilave et. Hazreti Musa peygamber 40 gün oruçtu. 40 gün oruçtandan sonra Allah mukaddes Tevrat'ı Musa peygambere neynedi gönder. Yahudilikdə orucluq var. Yahudiler bir oruç tutarlar. 40 gün oruç tutarlar. Ve həmçinindəki taraftan danışmazlar, susarlar. Necə Quran-ı Kerimdə bir hadisəni Allah Tebareke ve Teala bizlere hatırladır. Bir vaxtdır ki Meryem xanımdan ki Allah misal vurur. Hazreti Meryem o maqam ki o vaxtdır ki İsa peygamber dünyaya getiren arafada Allah dedi ki ya Meryem Beytül Mukaddes'i terk eder.
Hazreti Meryem xanım Beytül Müqəddəsdən çıxdı. Yaxınlıqda qurumuş xurma ağacı var idi. Belin dayadı qurumuş xurma ağacına xurma yetişdi. Xurmadan istifadə elədi. İsa Peyğəmbəri dünyaya gətirdi. Dünyaya gətirəndən sonra Meryem özünə dedi ki, Allahım, bir qrup adam gələcək, məndən soruşacaq. Sən bu uşaqlarla dünyadır. Nə deyəcəyim? Qundaqda olan İsa Peyğəmbər dedi ki, mənim dünyaya gəlməyim, dünyadan gelməyim, təzədən qayıtmağım haqdır. Anacan, gələnlərə deyəsən ki, mən olacam, danışmama, danışmayasam, mənə işarə eləyəsən. Oruçlarda tərəfdandaşı danışmazdır. Tərəfdan danışmazdır. Bütün dinlərdə orucluq olur. Qeyri-mümkündür, dinlərdə, əqidələrdə ac qalmayasan, savad biliyi əldə edəsə qeyri-mümkün. Ac qalmalısan ki, və həmçinin də ki, Allah tutsandakı müqəddəs Ramazan orucu kimi o formada yerinə yetirməlisən ki, nə etməlisən? Böyük məqamları əldə eləməlisən. Böyük məqamları əldə eləməlisən. Dinimizdə bütün Peyğəmbərlərin dövründə oruç tutmalı olur. Və müasir dünyamıza biz baxırıq. Hipokrat, tibbin atasıdır da Hipokratın özü. Onun akademiyasının girişində yazılmışdır. Bir insan ki, mənə tələbə olmaq istəyir, tələbə olmaq istəyir, ac qalmalı. Uzun ömür yaşayır, 90-95 il Hipokrat ömür sürür. Ömrünün son günlərində soruşurlar Hipokratdan ki, sən bizə nə tapşırırsan? Hansı işdən yapışar? Nə eləyər? Bir pariz eləyər. Pariz eləyər. Yəni, bir günləri sən gedirsən həkimin yanına, həkim deyir səndə filan xəstəliklə, sən pariz eləməlisən. Pariz eləyirsən. Qida qabil eləyirsən də. Bu qida hamısı mədəndə sən həzm olur. Xeyr var, həzm olur. Yediyin qidalar, hansı ki həzm olunur, bədəndə bir yerə yığılır. Bir yerə yığılır, sabah görürsən ki, onkoloji xəstəliklər meydana çıxır. Tib dil mədud hissədən ibarət. Hava, su, qida. Bütün içində yer verməlisən. Birində çox yer verir xəstəliklər. Bayırsan, əvvəllər onun haqqında deməzlər. Bütün İslam alimləri, Rus alimi var, Sovori. Onun sosial şəbəkələri heç yox idi onda. Sovet dövründə bile mütaliyyədə biz görərik. Bütün müçtehidlərimiz, bütün alimlərimiz, hamısı Rus alimi vardı, Sovori. Xəstəliklərlə mübarizə əsəri və həmçində pərhizdən sağaltmaylı əsəri. Məsələn, yazıldı ki, bütün nə qədər ki, o xroniki xəstəliklər insanda olmamışdan qabaq, bütün xəstəliklərin müarizəsi ac qalmalı ilə nədir? Müarizə ilə. Şükür olsun, Allah hamımızı bunu biliyor. 10 gündə nə qədər təsir qoyur. 20 gündə nə qədər təsir qoyur. 30 gündə nə qədər. Allah bizi yaradandır. Bizim fitrətimizi də Allah hala bilir, gözəl bilir. Sənətkardır da. Hər deməli, sənətkarın özünün şax əsəri olduğu kimi, yer üzündə də ki, Allahın şax əsəri insan. Allah ki, bizi xalq edib, Allah bizim, demək olar ki, əsəri xalq edəndir, yaradandır. Bizi gözəl formada bilir. Bilir, bunda nə çalışmamazlığı var? Ruhan və cisim. Yəni, inşallah Allahın köməkliyi ilə gözəl gecələrdir, gözəl Ramazan ayıdır. Və həmçinin çalışaq, dua ilə ibadət itaatlərini artıraq. Bir də Allah qismət eləsin, gələn idi inşallah. Allah qismət eləsin, can sağlığı versin. Yəni, çox gözəl aylardan biridir, mənəvi bir dənə aydır. Yəni, çoxluca bunun haqqında Peyğəmbərimizdən, imamlarımızın adında Allahın da hədis-i qudusda bir dənə gözəl mutal Allah buyuruyor ki, orucluq mənə görədir, orucun da mükafatı mən verəcəm Allah. Allahın da mükafatı balaca mükafatdır, böyük mükafat. Allahın mükafatı böyük mükafat. Böyük adamın mükafatı böyük. Sən 2 nəfər söhbət edirik, filan kəsdən mən görüşdüm. Mükana adamla. O sonra deyir, bala görüşdün, içində bir şey oldu ya yox. İçində oldu. Deyir, nə qədər fırdı? O bu da 2 sənə belə deyir. Deyir, Allah təbarəkə və teala görə biz oruç tutmuşuq. Allah da bunun mükafatını verir. Mesela bəzilərimiz var, mesela bu da mən yerə getdim. Gördüm, bana cəmaat sigaret çəkən kim, çay içən kim. Daha da tuta bilmedim. İnşallah bir defa prov eləyim. Yoxlayım.
Necə ki o antibiyotik vurmamışdan qabaq bir dənə prov qoyurlardı, düz deyil. Bəli. Yoxlayırlar buna düşəcək. Sizə bir dəfə yoxlayın, bəlkə düşdüysə. Boş boşuna kesilmeyin gününüzü. Yine bunun faydası var, xeyri. Allah inşallah hazır versin. Amin. Allah tebareke ve teala bizlerin ahirimizi, akıbetimizi Allah hayırlı eylesin. Amin. Allah heç birimizi bu müqəddəs Ramazan ayının ahya akşamlarına Allah boş yola salmasın. Amin. Ahirimizi, akıbetimizi Allah hayırlı eylesin. Amin de bir yüreğinlə deyil, yüreğisiz değil mi? Yani bizim bir yan müşkülümüz var, problemi. Böyle de ülkede bir içine ihtiyacımız var. Allah İslam bayrağını uca eylesin. Amin. Küfrün bayrağını Allah mahvı nabud eylesin. Amin. Ülkemizde sülhü, emin emanlığı Allah berga eylesin inşallah. Amin. Allah tebareke ve teala dünyada ne kadar Müslüman var, Allah Müslümanları İslam düşmanlarına galip karar versin. Amin. Hazreti İmam Zaman ile İslam'ın Allah zorunu tazir eylesin. Amin. Bizlere Allah'ın hizmetçilerinden Allah karar versin. Amin. Allah hiçbirimizi bu mescitten alıboş yola salmasın diye Muhammed ve Ali Muhammed'e salavat edin. Allahümme salli ala Muhammed ve İnşallah ali Salih Muhammed. yoldaşımız da mucize edecek inşallah. Allah'ın kömağıyla